Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalova məxsus olduğu deyilən Sir M Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi borcu yaranıb. Qaynar Infonun məlumatına görə şirkətin Dövlət Vergi Xidmətinin 6 sayılı ərazi vergiləri baş idarəsinə vergi borcu 218.735,774 manata çatıb. Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan MMC-nin qanuni təmsilçisi Azimov Mahmud Nizami oğuldur. Ötən ilin avqust ayında Dövlət Su Ehtiyatları Agentliyi yanında suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidmətinin apardığı nəzarət tədbirləri zamanı Sir M tərəfindən Viləşçay su anbarından ağır texnikalardan istifadə olunmaqla torpaq və qarışıq suxurun çıxarılması faktı aşkar edib. Şirkət rəhbərliyinə cinayət işi açılmışdı. Sonradan bu barədə ictimaiyyətə məlumat verilmədi. 2022-ci ildə də Viləşçayın hövzəsindən torpaq və çaylaq daşlarının qanunsuz daşınması halı aşkar edilmişdi. Məlumata əsasən ərazidən gündəlik olaraq 100-ə yaxın yük maşını qədər torpaq və daş daşınır. Onunla bildirək ki, Masallı rayonunda yerləşən Village Palace Hotelində Ramazan Zeynalova məxsus olduğu deyilir. Ötən ilin aprel ayında Village Palace Hotelin qanuni təmsilçisi dəyişib. Ramazan Zeynalovun qardaşı oğlu Vüqar Zeynalov MMC-nin qanuni təmsilçiliyindən çıxarılıb. Onun yerinə Bağırlı Samir Eldaroğlu gətirilib. 2024-cü ildə Əmlak Məsələləri Dövlət Xidməti Village Palace Hotel MMC-ni aralarında yaranmış torpaq mübahisəsinə görə məhkəməyə verib. İddialara görə otelin yerləşdiyi ərazinin əhəmiyyətli hissəsi Village Palace Hotel MMC-nin rəhbərliyi tərəfindən zəbt olunub. Hazırda da tərəflər arasında məhkəmə çəkişməsi davam etdirildiyi bildirilir.